Azərbaycanın müsəlman şəhid balalarının Albert qədər təbliğ edilməməsinin əleyhinəyik. Albertin təbliğ edilməsi isə onun qəhrəmanlığı ilə deyil, Siyonizmin Azərbaycanda hakimiyyət əyləşdirdiyi ər-arvad hakimiyyətinin Yəhudilər qarşısında xidmətləri və Azərbaycanın İsrail Siyonist rejimi tərəfindən idarə edilməsi ilə bağlıdır. Əks halda Qarabağda minlərlə müsəlman, türk, tat, ləzgi, talış, kürd, rus, çeçen, avar, saxur və sair şəhid olduğu halda bircə nəfər Yəhudini bu qədər təbliğ edib Bakıda onun şərəfinə heykəl ucatmağın başqa adı yoxdur. Dövlət səviyyəsində bu qədər yaltaqlıq ona görə edilir ki, Yəhudilər Azərbaycanı özləri üçün Xəzərbaycan hesab edirlər. Tarixdə Şimali Qafqazı və qismən müəyyən dövrdə indiki Azərbaycan Respublikasını əhatə edən Xəzər xaqanlığı mövcud olub və bu dövlətin başında Yəhudi dinində olan türk sülaləsi idi. Bura müxtəlif yerlərdən Yəhudilər axışırdı və beləliklə bu dində olanlar dövləti idarə edirdi və kimsəni bu dinə keçməyə məcbur etmirdi. İndi Azərbaycan da belədir. İsrail gözə görünməz şəkildə Azərbaycana hakimdir. Siyonistlərin nüfuzu bu ölkədə çox güclüdür. Hakim dairə Yəhudilərin nəzarətindədir. Bu durum tarixdə mövcud olan Xəzər xaqanlığını xatırladır və elə indi də Yəhudilərin planı budur ki, Azərbaycanı özlərinə ehtiyat ölkə kimi istifadə etsinlər. Fələstindən qovulsalar, Azərbaycanda məskunlaşıb yerli əhalini faktiki öz quluna çevirsinlər. Buna görə də Azərbaycanda İsrail Siyonist Yəhudi sevgisi təbliğ olunur. Onların daha bir təbliğat silahı da pantürkçülükdür. Bu ənənə də elə Xəzər xaqanlığından gəlir. Yəhudilər hesab edirlər ki, pantürkçülük ideologiyası ilə türkləri çox rahat idarə etmək olar və bu işdə müvəffəq də olublar. Onu da qeyd edək ki, bu Xəzər xaqanlığına axırda son qoyan ruslar oldu. Amma Azərbaycana gəldikdə özümüzə sual verək ki, biz Yəhudi hökmranlığını istəyirikmi?